Hal-hazırda düzüldüyümüz düzülüş cərgədir. Cərgədə yoldaşla yoldaş arasındakı məsafə interval adlanır. İnterval məsafəsini kim bilir? İnterval məsafəsi bir əl aynası, yəni yoldaşla yoldaş arasında bir əl məsafəsi olmalıdır. O, bir əl aynası adlanır. Oldu, yadımızda qalsın. Cərgədə yoldaşla yoldaş arasındakı məsafə intervaldır. İntervalın ölçüsü bir əl aynasıdır. Cərgədə şagirdlər düzüləndə xətti tapdamaq olmaz. Düzülüş qaydası: dabanlar bitişik, pəncələr aralı, xətti tapdamırıq. Əllər də yanda. Cərgə düzülüşü şagirdlərin, yadımıza qalsın, cərgə düzülüşü şagirdlərin dərsi diqqətlə dinlənməsi üçün olur. Bir yerdə dərsə diqqətlə qulaq asırıq, sonra başlayırıq dərsimizin hazırlayıcı hissəsinə. Cərgə düzülüşündə şagirdlərin yoxlanışı olur. Yoxlanışdan sonra oyun haqqında məlumat verilir. Oyunda nələrə diqqət etməliyik, təhlükəsizlik qaydaları nələrdir, onlara diqqətlə qulaq asırıq ki, oyunda bunlara əməl edə bilək. Sinif, sağa dön, 1, 2. Bu düzülüşün adı sıradır. Şagirdlər, qulaq as, şagirdlər bir-birinin boyunun ardınca düzülüşü sıra adlanır. Sıradakı yoldaşla yoldaş arasındakı məsafənin adı ara məsafəsidir. Yadımızda qalsın. Sola dön, 1, 2. İndi cərgənin sağ cinahı, sol cinahı var. Başda duran şagirdimiz istiqamətçi, sonda duran şagirdimiz sonuncu adlanır. Başda, cərgənin başında duran şagirdin istiqaməti sol cinah, sonda duran şagirdimizin istiqaməti sağ cinahdır. Bu da yadda qaldı.